Bu sual nümunəsində artıq sizi çaşdıra biləcək nüans var. O da ortadakı xəttin olmasıdır. Niyə görə? Çünki çevrə verir və onun ortasında zaten bir xətt var və sənə də deyir ki, 3 dənə xətt ən çoxu nə qədər hissəyə ayırar. İndi bu səfər nə edirsən? Bu səfər yenə də düsturunu yazırsan. Düsturumuz nə idi? N kvadratı üstə gəl n üstə gəl 2 böl 2. Bu düsturu yazıram. Amma bu səfər n-də n-lər var idi, xəttlərin sayı. Bunların sayını 4 götürürsən. Niyə görə? Çünki 3 dənə zaten burada var. Bir dənə də bu xətt var. Yəni n-in sayı 4 olmuş olacaq. N-in də sayı 4-dür. Gətirirsən yerinə 4 yazırsan. Neçə edir cavab? 4 kvadrat 16, 22, 11. Demək ki, bu hissəni ən çox 11 hissəyə ayıra bilər. Ən çoxu 11-dir. Və ən azı da neçə olacaq? Təbii ki, 2. O da necə olacaq? Bütün xəttləri üst-üstə çəkərək. Məsəl üçün, bu ikinci xətti də üstünə çəkdim. Üçüncü xətti də, həmçinin dördüncü xətti üstünə çəkdim. 2 dənə hissəyə ayırmış oldu. Yəni, cavab 11, 2 olmuş olacaq. Bu qədər sadə.